Musa dedi, İnşallah səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağım. Xızır dedi, əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma. Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət gəlib gəmiyə mindikləri zaman Xızır onu deşdi. Musa dedi, sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, günahı böyük olan bir iş gördün. Xızır dedi, mən demədimmi ki, sən mənim yanımda səbr edə bilməzsən? Musa dedi, unutduğum bir şeydən ötürü məni qınama və öz işimdə məni çətinliyə salma. Yenə yola düzəldilər. Nəhayət bir oğlan uşağı ilə rastlaşdıqda Xızır onu öldürdü. Musa dedi, heç kəsi öldürməyən günahsız bir cana mı qəsd etdin? Doğrusu, çox pis bir iş tutdun. Xızır dedi, sənə demədimmi ki, mənim yanımda səbr edə bilməzsən? Musa dedi, əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın. Yenə yola düzəldilər. Nəhayət bir kənd əhlinin yanına gəlib, cəmaatdan yeməyə bir şey istədilər. Cəmaat onları yeməyə qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. Xızır onu düzəltdi. Musa dedi, əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın. Xızır dedi, bu mənimlə sənin aranda ayrılıqdır. Səbr edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm. Gəmiyə gəlincə o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu körlamağımın səbəbi, onların önündə hər bir yararlı gəmini zorla ələ keçirən hökümdarın olması idi. Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz uşağın böyüyəndə onları azğınlığa və küfrə sürükləməsindən qorxduq. Biz istədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha təmiz və daha mərhəmətli olan başqa bir övlad versin. Divara gəldikdə isə, o, şəhərdəki 2 yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməli salih adam olmuşdur. Rəbbin onların həddi buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbr edə bilmədiyin şeylərin yozumu budur. Səndən Zülqərneyn barəsində soruşurlar.